paltarlarında bulaşdırmışsan. İstəmirəm. Yıxılıb başını da əzmirsən ki. İstəmirəm. Sakit ol ay bala. Sakit ol. İstəmirəm. Gör özünü nə kəkə salmışsan ay bala. Başım ağrıyır. Başım ağrıyır. Dinmək Sən söz vermişdin ki dava salmayacaqsan. Bu qədər də adamı hirsləndirmək olar. Bir gün olacaq ki adam balası kimi oynayasan. Ya gərə birinin başını əzəsən ya da öz başını. Belə də oynamaq olar. Mən dava salmadım bibi. Əbdül məni itələdi. Mən də yıxılanda başım dəydi onun başına. Dava Məni salmamısan. itələdilər. Əbdül səni itələdi. Sən də vurub onun göz başını qaraltdın. Gözü çıxsaydı ata-anasının cavabını kim verəcəkdi? O məni vurdu, mən də onu. Heç bir şey olmadı ki. Gözünün altı şişdi. Kör olmadı ki. Bu axırıncı dəfədir ki, Əbdülün atasının yanında saqqal tərpədirəm, bildin? Niyə axı sən həmişə bir hoqqa çıxarırsan, mən də onun atasının yanında saqqal tərpədirəm? Axı niyə? Sən gərək baş yarasan. Səninki saqqalın yoxdur. Niyə? Saqqalın var bala. Hacər uşaq böyüdüb, Sarayla Safura da uşaq böyüdüblər. Zakirlə Əbdül cavandılar. Mənim də Zeydim cavandı. Kişi də oldun, heç utanmırsan. Axı nə vaxtacan mən qoca arvad sənin başını yumalıyam. Sənin o əllərinə qurban olum, ay bibi. Elə fikirləşmə ki, başımı yuya bilmirəm, ya özümü tənbəlliyə vururam. Yox, bibi, sən başımı yuyanda ləzzət alıram. Sənin əllərin ruhumu yüngülləşdirir. Siz kişilər nə qədər ki uşaqsız, elə uşaqsız. Böyüyürsüz, uşaqsız, yetkinləşirsiniz, uşaqsız. Ata olursunuz, uşaqsız. Qocalırsınız, yenə də uşaqsız. Həmişə gərək bir qadın ola ki, sizi yuyundura. Dilinə qurban olun, bibi. Siz qadınlar olmasaydınız, dünya heç nə olardı. Həm də olsun o Allaha ki, öz incəliyindən və gözəlliyindən qadınlara əmanət qoydu ki, onun öz gözəlliyinə iman gətirilsin. Ruhumun rahatlığı sənin əlindədir. Ey möhtərəm xanım, ey möhtərəm xanım, ey möhtərəm xanım. Əcəb. Burada deyibləri təzə fərədə ban vurur. Bu sözlər sevən gözlərin, ofsullanmış ürəyin nişanəsidir. Hacər bibi, qollarını çırmala yuxarı. Kimdir Zeyd? Hacər bibinin bu igid oğlunu dəli divanı eləmiş qız kimdir? Mənim ağzımdan hələ süd iyi gəlir, bibi. Mən nə vaxt eşq, məhəbbətdən danışdım ki? Açıq danış oğlum. Sən ki qəbahət iş görmürsən. Evlənmək Allah peyğəmbərinin əməllərindəndir. Hər ananın arzusudur ki, öz cavanını, ciyərparasını kürəkən eləsin. Şükür. İlahi, 100.000 kərə şükür ki, həsrətim ürəyimdə qalmayacaq. Mən qocalmışam Zeyd. Nə silib süpürməyə halım var, nə nəvazişlik əlim, nə də biş düşə gücüm. Bir gəlin istəyirəm ki, dadıma çatıb əlimdən tutsun. Hə, de görüm bala, bu xoşbəxt qız kimdir belə? İstəyirəm kənizin olsun. Sənin qəmxarın olsun, bibi. Bəsdir gizlətdin Zeyd, səbrim tükəndi. Görəsən hansı qara gözlü ərəb qızıdır ki, oğlumun dinini, qəlbini uğurlayıb? Mən tanıyıram onu. Qəlbimi bəlkə də uğraya bilər. Amma dinimi əsla. Hə, deməli Cananın dilbərinə bir addım yaxınlaşdım. Ələvidir, hə?
Ələvi? Yaxşı, Ələvi olar. Ələvi olar? Bismillahirrahmanirrahim. Sən gələcək həyat yoldaşının Məsihi qızı, Yəhudi qızı və ya kafir qızı olmasını istəyirsən Zeyd? Anacan, Yəhudi, atəşpərəst və ya Məsihi söhbəti deyil. O müsəlmandır, amma... Amma nə? Yəqin Ali Ümeyyə süfrəsinin başında böyüyən müsəlmanlardandır. Qulaq as Zeyd, mən atəşpərəst Məsihi və Yəhudiyə razı olaram, nəinki sümükləri Ali Ümeyyənin haram tikələri ilə bərkimiş bir müsəlmana. Anacan, indi kim Ələvi olduğunu açıq-aşkar söyləyə bilər axı. Özü də məlun Həccac İbni Yusifin bu tayfanı qırıb çatdığı bir vaxtda. Bir küfə xəzinəsinə baş çək. Müsəlmanların beytulmalı Ələvilərdən kəsilmiş hər bir başa onun ağırlığında qızıl verir, anacan. Kifayətdir ki, kəsilmiş bir kəlləni xəzinədar Şozəbin yanına aparıb, Ələvi olduğunu sübut edəsən. O qoca xəzinədar da kəlləni tərəzinin gözünə qoyub, onun ağırlığında qızıl verir. Zeyd, Bəli, anacan. mənim qonum qonşu yanında hörmətim var. Bilirəm. Mənim Hacər bibim elə bir igid Ələvi qadınıdır ki, heç kəsin qarşısında əyilməyib və əsla imanından əl çəkməyib. Çalış məni bu qoca vaxtımda, qəlbində əli məhəbbəti olmayan gəlinlə bir süfrə başında oturtma. Allaha, pirə, Qurana, Peyğəmbərə and olsun ki, təqiyyə eləmək insanı dinindən çıxarmır. Onun mənə olan aşkar sevgisindən mütləq əli aşıq olduğunu bilirəm. Çox gözəl. Mənim bu Zeydimin sevgilisinin adı nədir? Mən onu görmüşəm. Tələsmə, bibican. Yavaş-yavaş. Vaxtı çatanda hamısını biləcəksən. Sənin bu sevdandan heç gözüm su içmir Zeyd. Yadındadır, anacan. Uşaq olanda şuluğumu etiraf eləməyi istədiyim vaxt qulağımı bururdun. Az qalırdı ki, yazıq qulağım yerindən qopsun. Mənsə sadəcə qışqırırdım, ancaq bir kəlmə belə demirdim. İndi bu mənim zavallı qulağım, o da Hacər bibimin mehriban əlləri. Dart, bibi, dart! Vaxtı çatmayınca bu ağzım qıfıldı. Meyvə yetişən kimi Hacər bibim şalını başına atıb, əbasını, ayaqqabısını geyib, başı uca, alnı açıq, ötkəm halda, tarap, turup, tuk tuk tuk. Hara bibi? Xeyir olsun bibi. Xeyirdir oğlum, gedirəm gəlin almağa. Nəlay nəlay, gözümün işığı nəlay nəlay, evimin yaraşığı nəlay nəlay, gözümün işığı nəlay nəlay, evimin yaraşığı ha! Elə bilmə ki, bu ədalarınla məni allada bilərsən. Mən qızın 7 arxasını tanımayınca bir addım da atan deyiləm. Özün bilərsən. Aman Allah. Aman Allah. Bu nə kabus idi? Salam olsun Beytülmalın qoca aslanına. Elə bir kişiyə ki, bu qızıl divarlar arasında saç ağardıb, bel büküb. Yaxşı, nə əcəb qızılın rəngi onu özünə məğlub eləməyib.
Bu da kəsilmiş 3 Ələvi başıdır ki, cənab xəzinedarın huzuruna təqdim olunur. Biri yetişməmiş, biri yetişmiş, o biri də əldən düşmüş. Qoy bir baxım. Pərverdigara. Bu sahibsiz kəllələrin günahı nə idi? Zarafat edirsən, bu kəllələrin sahibi Şah Mərdanə qarşımda oturub kişi. Nə danışırsan? Mən günahlarını və əsl nəcabətlərini soruşdum. Dedim ki, Ələvidilər. Bundan da böyük günah. Çək, məzənnəsini ver. Tələsirəm, getməliyəm. Bu kəllələrin pulu ilə oğlumun toy tədarükünü görməliyəm. Allahın köməyi ilə bu gecə oğlum kürəkar olacaq. Haramzada, kababinə gəlmişdin, bilmirdin ki, eşşək dağlayırlar? O yaramaz bədənini dağlayanda, onda məzənnəni bilərsən. Ey, cənab qoca xəzinədar, əgər düşünürsən ki, məni başından eləyib, bu kəllələrin qiymətini ödəməyəsən, səhv eləyirsən. Mən İbn Sənanam, Hüseyin İbn Əlinin başını torbaya atan ovçunun oğluyam. Nə naşıyam, nə də sənin kimi qorxudan özünü sıçan deşiyinə salan. Ay axmaq qoca, zəifləyib əldən düşərək beytülmalı idarə eləyə bilmirsənsə, qoy çəkil çıx get. Sən Həccac İbn Yusifin işçisisən, yoxsa Ələvilərin casusu? Nə olar? Mən bu kəllələrin hesabını Həccac İbn Yusiflə hesablaşaram. Mütləq ona çatdıracam ki, xəzinədarı onun oturduğu taxt tacına göz dikib. Dayan. Dayan İbn Sənan. Qanın niyə qaraldı? Pəhləvan. Nə o kisədəki zibildi, nə də bu kisədəki peyin. Kəllə gətirmisən ki, qızıl alasan. Çox yaxşı, amma qəbul elə ki, bu müəmmalı alış-verişdir. Bu mənim vəzifəmdir. Əgər qərardısa, hər baş gətirənə mən də sorğu-sual eləmədən dirhəm dinar verim, onda gərək 2 günə Beytülmalın qapısını bağlayım. Mən də hesab kitab verirəm axı. 1-2 sualım var. Cavab ver, sonra da kəllələrin muzdunu al, çıx get. Nə sual? Bu kəllələrin sahiblərini harda gördün? Zəvvarların kərvansarasında. Bəs Ələvi olduqlarını hardan bildin? Elə də çətin deyildi. Namaz qılana qədər onları gütdüm. Namaz qılma tərzlərindən bildim ki, Ələvidilər. Elə bu? Bəs nə? Onların başını elə Ələvilər kimi namaz qıldıqlarına görə kəsdin? Səncə Ələvi olmaq günah deyil? Sırf Ələvi olmaq günah deyil. O Ələvilər günahkardır ki, üsyan eləyib əmirə qarşı qılınc çəkirlər. Bu Həccacın təzə fərmanıdır. Bundan əvvəl əmr vermişdi ki, Ələvilərin qanı halaldır. Mən əmirin fitvasına əsasən bu başları kəsmişəm. Sən qələt eləyib başını da divara döymüsən, alçaq haramzada. Əmirin hökmünə əsasən muxtarın intiqamını almaq üçün qiyam eləyənlərin kəsilmiş başlarına ənam verilir. Xüsusilə də Şeybə tayfasına müttəfiq olan üsyançıların başına
Nəinki Əlinin qəbrinin bədbaxt zəvvarlarının başına! Ahay gözətçilər! Qulluğunuzdayıq cənab Bu xəzinədar. axmaq vələdüzzünanı atın zindana! Bu qədər zülm törətmək üçün gərək daş ürəkli olasan. Mən insan oğluyam ay alçaq. Leş yiyən deyiləm ki, hər ölüyə dimdik vuram. Eləmə Şozəb. Eləmə. Qəbiləm sənin evinin külünü göyə sovurar. Sən hara, vicdan əzabı hara? Bu vələdüznanı itirin gözümün qabağından. Adam başı kəsib çörək yemək, qeyrətsiz olub çörək yeməkdən yaxşıdır Şozəb. Tüpus sənə, sən adam olsaydın arvadının əməllərinin qarşısını alardın. Hamı bilir ki, qızın İbn Ziyaddandır cənab xəzinədar. Hamı bilir. Nifrət olsun şək şübhə eləyən ruhuna Şozəb. Nifrət olsun. Şək şübhə içində saç ağartdın, amma hələ də ayılmadın. Haram olsun sənə bu yediyin çörək. Axı nə vaxta qədər bütün bu zülmə və ədalətsizliyə baxıb tamaşa eləyəcəksən. Fikrin, zikrin elə öz vəzifəndə qalıb. Qorxursan ki, vəzifəni əlindən alarlar, qoy alsınlar cəhənnəmə ki, özünə bir çarə qıl, ay bədbəxt, özünə çarə qıl. Sənin mənə elədiklərini heç ögey ana öz qızına eləmir. Hər gün, hər gecə axşamlamaq bəhanəsi ilə məni aparıb bəla və fəsad girdabına atırsan. Dünən gecə o eşək oğlunun evinə, bu gecə də Həccac İbn Yusifin oğlunun evinə. Yəmən yaqutuyam ki, məni hərracı qoymusan? Çığır bağır salma gözü çıxmış. Sən belə qudurmusan ki, üzümə ağ olursan həyasız. Budur mənim zəhmətimin bəhrəsi. Yəmən yaqutu, Yəmən yaqutu. Bəli, Yəmən yaqutusan. Mənimsən. 20 il ürək sandığımda parlayan yaqutumu hər yoldan ötənə verən deyiləm. Özü də ki kimə? Əsli necabəti bəlli olmayan axmaq gədənin. Bütün günü zir-zibillə oynayıb qarnını doyurmaq istəyən kasıbın birinə? Mən əgər ərəb şahzadəsinin tacını qızımın başına qoymasam, Hümeyrə deyiləm. Deməli son sözün budur? Bundan başqa olsa nə qələt eləyəcəksən? Əynimə kəfən biçərəm, kəfən. Həccac İbn Yusifin oğlu bir qırağa. Əstəğfurullah, laf belə Allahın oğlu da olsa. Mənim cavabım bir kəlmədir. Yox, yox, yox. Rübabın könlünün qıfılı yalnız Zeydin Nəcibli yaşarı ilə açılar. Ya ölüm, ya da Zeyd. Deməli bıçaq sümüyə dirənib mənsə xəbərsizəm. Dayan görüm, hara? Bezmişəm ana. Ölüm kəfənmi geymək istəyirəm. Bu cür yaşamaq istəmirəm. Nə xəbərdir yenə? Nə olub, nə səs-küy salmısınız? Xəbərsiz gedirsiz, xəbərsiz gəlirsiniz. İstədiyinizi də eləyirsiniz. Bizi heç adam yerinə də qoymursunuz. Dan yeri sökülüb ay arvad. Gecə keçirməyə gedirsiniz, yoxsa əyyaşlığa? Sən də vaxt tapdın da ay qeyrət nümunəsi. Həccac İbn Yusifin evindəydik, anladın? O nə həccacdır, o nə qara bəladır. Oturub durur həccac, gedib gəlir həccac. Nə söhbət eləyir həccac. Tüpürüm sənin də həccacın da atasının qəbrinə. Puh, xeyirli duanın səvabı var kişi. Onda ananın da ruhunu ona əlavə elə ki, savabı 2 qat olsun. Sənin Gülcamalın xatirinə o da əlavə olsun. Məni öz dilimlə ələ salırsan, iblis. Mənlə sənin xəmrin bir yoğrulub Şozəb. Acılasan, acılayaram. Tərifləsən, tərifləyərəm. İstəyirlər boş-boşuna qızını əlindən alsınlar. Sənsə hələ də məni qınayırsan, bədbəxt. Bundan da yaramaz bəxt olar. Əlim necə hər yerdən üzülüb. Şamlı dulusçunun şagirdi olan o Zeyd rübabı xamlayıb. Kökü Ələvilərə gedib çıxan əsil nəcabətsiz bir oğlandı. Bu nə qara bəxti taleyinə çıxdı Hümeyrə.
belə də qara bəxt olar. Sən onun atasısan, Şozəb. Rübabın gələcəyi səni maraqlandırmır? Sən Rübabı da öz rüyalarına bənzədirsən. Rübab elə qız deyil ki, hər bir işarəyə aldansan. Ondan əl çək Hümeyra, əl çək. Əl çəkim ki, gedib bir duluşçu şagirdinin arvadı olsun. Mən namus məsələlərindən çox qorxuram. Məni bu oyunlara qatma. Mən yoxam. Sən indi başa düşmüsən ki, yoxsan ayaqmaq? Allah bəlanı versin kişi. Kül mənim başıma ki, elə bilirdim güclü bir şir ovlamışam. Amma xəbərim yoxdur ki, bir ömür çaqqalla bir yastığa baş qoymuşam. Niyə demirsən ki, erkək şir dişi çaqqalın tələsinə düşüb və bütün həyatı korlanıb, iblis? Əcəb nankor arvadsan. Sənin nəyin varsa hamısı mənim sayəmdədir. İt kimi hürmə, yum ağzını qoca. Əgər ağzımı açıb danışsam, görərsən sən hər şeyini mənə borçlusan. Hörmətin o vaxtacan idi ki, Muxtar qiyam qaldırmamışdı. Küfənin xəzinəsini dağıdan kim idi? Mən, yoxsa sən? Yadından çıxıb ki, Muxtar Küfənin hər dəlmə deşiyində səni axtarırdı. 6 ay çadırda yaşamaqla çöllərə düşərək səndən qalıb canlı Muxtarın əlindən qutaran kim idi? Səni təzədən Küfənin xəzinəsinə qaytaran kim oldu? Mən olmasaydım, bugün ya sənin sümüklərin çürümüşdü, ya da Allah bilir hansı xarabadaydın. Bu məqam, bu vəzifə ki varındı, Hümeyranın sayəsindədir, biçarə. Məqam, vəzifə, etibar. Etibar. Tüpürün bu vəzifəyə də, etibara da. Kaş Muxtar boynumu vuraydı. 20 ildir. 20 ildir ki, istər-istəməz, bax elə bu sözlərinlə çomaq düzəldib başıma çırpırsan. Məqam, vəzifə. Adam başı aldatmaqdan da vəzifə olar. Şərəfsizliyim və qeyrətsizliyim məni etibarlı eləyib. Məni bura yığmısan arvad, xəzinə, həccac, rübab, qul-qaravaş, vəzifə, etibar, ev, hamısı sənin olsun. Mən daha heç nə istəmirəm. Mən hamıdan, hər şeydən bezmişəm. İlahi, mən neyniyim axı? İlahi, axı nə vaxtacan Məsih-i Mariya və uşağı mənim kabusuma çevrilib məni ateşə sürükləməlidirlər. Nə vaxtacan? İlahi, nə vaxtacan Hüseyin İbn Əliyə və bu qədər haqsızlığa ağlamalıyam. Lənət, lənət sənə arvad. Lənət sənə arvad, məni bir dəfəlik yaddan çıxart. Mən bitdim, mən bitdim, mən bitdim, mən bitdim, bitdim mən. Dayan Şozəb, dayan. Həccac İbn Yusufun oğlu Rübabı istəyir. Elə eləmə ki, bütün ümidlərim puç olsun. Bilmirəm, yenə ağlından nələr keçir. Bircə onu bilirəm ki, hələ qaçmamışam və ixtiyarım bu Yahudi qadındadır. Hümeyra, nə eləmək istəyirsən? Sən sadəcə bir neçə gündə vəzifəndə qal, təkcə bu.
Zeydi bir kisə qızılla başdan eləyib, Rübabı bəxt evinə göndərəcəm. Elə bir iş görüm ki, ərəb şahzadəsinin tacı qızımızın başına bəzək olsun. Rübabın xatirinə Şozəb, xahiş eləyirəm. Ömeyrə, bu dəfə sən elə bir miniyə mindin ki, ya səni yerə çırpacaq, ya özünü yerin tərkinə batıracaq. Elə, nə istəyirsən elə. Sənin röyalarının sonu yoxdur, mənim də kabuslarımın. Sənin röyalarının sonu yoxdur, mənim də kabuslarımın. Salam olsun cənab xəzinədara ki, bu ağır vəziyyətində də rəiyyət və xəstənin kölünü almaq üçün səylə öz işini görür. Allah əzəmətini daha da artırsın inşallah. Sən də kəllə gətirmisən? Xeyr, dərdləşməyə könül gətirmişəm. Əcəb. Elə isə eşidirəm, oğulcan. Təkcə qulaq asmaq dərdimi həll eləmir. Çox böyük istəyim var, sərvərim. Sən xəcalət çəkmirsən ki, bu boy buxunla gəlib boyun büküb ehtiyac əlini uzadırsan. Ged işlə, ay cavan. Ged işlə ki, mənim kimilərin qarşısında öz qürurunu sındırmağa məcbur olmayasan. Bu cavanlığına heyfin gəlsin. Öz qədrini bil. Səhv eləyirsiniz, cənab xəzinədar. Mən qürurumu sındırmağa gəlməmişəm. Şükür Allaha ki, özümü dolandıra bilirəm. Hüzurunuza gəldim ki, könlümün dərdinə məlhəm qoyasız. Hay, hay, hay. Burada verilməyən təkcə bir şey varsa, o da könüldür, cavan. Mən də sən yaşda olanda könlümü birinə bağladım ki, azmayım. Amma qafil oldum. Ən lazım olan vaxtda yolumu azıb, könlümü əlimdən verdim. Bir ömürdür çirkava batmış könlümün dalıca gəzirəm. Ged ay cavan, bu sarayda heç nəyə dəyməyən yalnız könüldür. Könül itirən, könülə əsir olanın düyününü aça bilər. Deməli, səhv gəlməmişəm. Kimsən? Nə istəyirsən? Adım Zeyddir. Peşəmsə dulusçuluqdur. Aha. Sən o Şamlı dulusçunun şagirdisən ki, əhli əyalımı məyus eləyib. Xoş gördük. Əlinizi öpürəm, sərvərim. Yaxın gəlmə, qol çomaq. Nə soruşuramsa, doğru cavab ver. Yoxsa ananı matəminə oturdaram. Hansı tayfadansan? Bəni Adəm tayfasından. Afərin, afərin. Deməli, kinayəli danışmağı da bacarırsan. Vurun. Bu rübabın eşqi yolunda çəkəcəyim ən kiçik cəzadır. Eşitmişəm, ələvlərə bağlılığım var. Anam həmdanlıdır. Onda düz eşitmişəm. Həmdanlər əli sevər olurlar.
ərəb nəsli atanın adı ilə daha mötəbər sayılır. Atan kimdir? Eşitmədin? Soruşdum, atan kimdir? Mən atamı görməmişəm. Anamdan eşitmişəm ki, atam... Hə, atan nə? Gəlib məndən qız istəyirsən, mən də bilməliyəm qızımı hansı nəslərə verirəm, ya yox? Mənim atam Hücr ibn Üdeyin tərəfdarlarından biri olub. Deməli, mənim və mənim kimilərin qanına təşnə olan qatı ələvilərdənsən? Bəlkə də mənim mal dövlətimə görə qızıma vurulmusan. Ya da ola bilsin ki... Odlu bir sevgi bəhanəsi ilə muxtarın yarımçıq qalmış işini bitirmək istəyirsən. Yaxşı qulaq as, yaxşı qulaq as. Haramzada yağı, ya qızım rübabın sevdasından əl çəkəcəksən, ya da deyərəm dərini soyub içini samanla doldursunlar. İtil buradan, rədd ol. Bura bax qoca, öz ağ saqqalının hörmətini saxla. Mən dirhəm, dinar həvəsində deyiləm. Mal dövlətin, vəzifən də özünə qalsın. Şükür Allaha ki, sağlam bir gəncəm. Öz əlimin zəhməti ilə dolanıram. Çörəyimi daşdan da olsa çıxarmağı bacarıram. Amma nakişilərin minnətini heç vaxt götürmərəm. Mən qızınız Rübabı öz göz bəbəyimdən də çox sevirəm. Bu azğınlıq sarayına ayaq bastım ki, öz fikrimi sizə də bildirim. And olsun Allaha! Hətta zor gücünə də olsa, Rübabı Həccacın oğluna ərə versəz, heç vaxt sakit oturmayacam. And olsun şərəfimə, atamın nahaq tökülmüş qanına, əgər Rübab Həccacın oğluna ərə getsə, şəxsən özüm Rübabı, kürəkəni və bəy otağını qana boyayaram. Mənim gördüyüm o dəvə boğan, yüz sənin mənim kimisini məhv eləyər. Əleykümə salam. Hardaydın xoş qeyriyət, hə? Sən nənəm Zeyd. Soruşuram ki, hardaydın? Eşitmirsən ədəbsiz? Elə bilirsən harda olduğundan xəbərim yoxdur? Sənin o iblis xəzinədarla nə işin var? Qız qəhətdir ki, Küfənin 7 başlı əjdahasının qızının sorağına düşmüsən? İlahi, bu qara tali nə vaxt oğlumun başından əl çəkəcək? Bu nə bəladır ki, eşq və rübab adı ilə Zeydi özünə giriftar eləyib, Allah! Necə ola bilər ki, bacı qardaş bir-birinə vurulsunlar? Sən hansı ağılla xəzinədar Şozəbin yanına gedib ondan qızını istədin, hə?
Elə bilirsən qızıl gümüş içində yaşamır, Hind quşundan başqa bir şey yeməyən, Yəmən parçasından savayı paltar geyməyən bir kişi naz-neymət içində böyütmüş qızını 2 əlli verəcəyi acından ölən oğlana ki, Şamlı duluçunun əlinin altında işləyib yeməyə bir şey tapmır. Hələ bilsə ki, Ələvisən, dərini diri-diri soyar. Ay evi yıxılmış. Elə qıza vurulmusan ki, səndən yerdən göyə qədər məsafəsi var. Mən qadağan bir iş görməmişəm, bibi. Qızını elçilik eləmişəm. Bu günahdır? Əlbəttə ki, günahdır. Gör kimin qızını istəmisən. Tutaq ki, kasıbçılığımıza razı oldu. Ələvi olmağına etiraz eləsə neyniyəcəksən? Üz döndərəcəksən? Nə olar, təqiyyə eləyərəm. Başıma xeyir. Gör mən necə evlad böyütmüşəm. Allah məni öldür. Yadımda olanı mən sənə haram tikə yedizdirməmişəm. Düz 20 il bu başı batmış İraq, Ərəb torpaqlarını qarış-qarış, sürü iti kimi gəzdim ki, təki ciyərimin parçasını qurtdan, çaqqaldan qoruyub saxlaya bilim. 20 il əziyyət çəkib, səni böyütdüm ki, axırda aqibətin belə olsun. Nə olub axı? Nə olub aqibətimə? Allah eləməmiş kafir olmuşam, yoxsa oğurluq, əl əyriliyi eləmişəm? Acizlik eləmişsən oğul. Bugün təqiyyəyə razı olub, dilində Ələvi olduğunu inkar edirsənsə, sabah qəlbinə də növbə çatacaq. Sən elə adamın qapısını döymüsən ki, evinin hər bir daşı əli tərəfdarlarının qanına bulaşıb. Sən arvad istəyirsən, belə mənim gözlərim üstə, qoy mənim öhdəmə. Sənə elə bir gəlin gətirim ki, ay da gözəlliyinə heyran olsun. Axı bu qızla sənin axırın olmayacaq. Sən bilirsən ki, Hümeyra, xəzinədar Şozəbin arvadı, Rübabın anası şeytanın əllərini daldan bağlayıb. Bibican, mənim nə xəzinədar Şozəblə işim var, nə də onun arvadı ilə. Mənim əsas fikrim Rübabdır ki, o da məndən həmfikirdir. Sən bilirsən, Rübab məlun ata-anasının əlindən nə çəkir? Sən gərək Rübabı unudasan. Niyə? Çünki sənin tayın deyil. Bəlkə karam, keçələm, çolağam, pəltəyəm, dəliyəm. Allaha şükür bədənim sap sağlamdır. İşləməkdən də qorxan deyiləm. Sən Allah bu sıçan pişik oyununu qutar Zeyd. Bu axır vaxtlarda çörəyimi qana batırıb yeyirəm. Hər gün şübhəli yad adamlar fırfıra kimi bu evin ətrafında fırlanırlar Zeyd. Biri dirhəm dinar kisəsi göstərir, biri də xəncər qılınc. Bilirsən bu nə deməkdir? Yəni bu deməkdir ki, xoş dillə başa düşsən, düşmüsən. Başa düşməsən, çarən xəncər, qılınc və qandır. İstəmirəm ürəyimə sənin dağın çəkilsin. Deməli, mənim Hacər bibimi qorxudublar. Bəli, məni qorxudublar. Mən qorxdum, mən qorxuram. Yaxşıdır? Sənin Zeydin hələ ölməyib, bibi. Mən çörəyimi yeyib, ömrümü keçirtmişəm, ay bala. Qorxuram səni nakam məzara yola salıb. Heç inana bilmirəm. Ürəkli və qorxmaz olmağı sən özün mənə öyrətmisən, bibi. Yadımdadır, həmişə qulağıma pıçıldayırdın ki, mömin bir Ələvi eşqi yolunda başını da verər. Kimin eşqi? Öyrətməmişəm. Mömin bir Ələvi əli eşqi yolunda başım verər. Yoxsa anasının Mehriyəsi Hüseynin qanı olan bir kafir qızının eşqi yolunda yox. İlahi, bu hansı günahımızın cəzasıdır ki başımıza gəldi? Sənin rübabı olan eşqin bir şeytan hiləsidir. Allahdan qorx Zeyd. Mənim yolumda hər şeydən keçməyə hazır olan o məsum və pak bir qızdan ötürü niyə bu qədər tərslik və inad edirsən, bibi? Mənim rübaba olan eşqim Əli tərəfdarlarının sırasında bir nəfərin də artmasına səbəb olar. Elə bilirdim bu, Əli sevər qəhrəman bir ananın məhəbbətinə ən gözəl mükafat ola bilər. Ya mən Hacər bibimi yaxşı tanımamışam, ya da Hacər bibi məndən bir həqiqəti gizlədir. Bibi, sən Allah,
Sən mənim Rübabla ailə qurmağıma elə ona görə narazısan ki, ata-anası imkanlıdır, Ələvi deyirlər? Bu balaca səbəb deyil Zeyd. Rubab gəncdir, eşqin nə olduğunu hələ bilmir. Günlərin bir günü eşqi sönsə, canın üçün bir bəlaya çevriləcək. Mən qadınam, oğlum. Qadınları səndən yaxşı tanıyıram. Sən bu vüsalınla o da düşüb yanarsan. Bu vüsalın axırı yoxdur, Zeyd. Rübab Hümeyranın yeganə qızıdır. Anasının arzuları böyükdür. And olsun Allaha, onun qızının ayağına düşmək istəsən, ev eşiğini külə çevirib küləyə verər. Qulaq asana, Rübab mənə hər şeyi danışıb. Hümeyrə istəyir Rübabı Həccacın oğluna ərə verib, Ərəb şahzadəsinin tacını başına qoysun. And olsun bizi yaradan o Allaha, əgər Rübabı Həccacın oğluna ərə versələr, onda mən o bəy otağını alqana boyaram. Sən çox qələt eləyərsən, ay həyasız axmaq. Hacər hələ ölməyib ki, onun naxələf oğlunun ürəyi nə istəsə eləsin. Gəl əvvəl məni öldür. Bir atsan qazan, elə ki nəşrimin üstündən keçdin, ondan sonra gəlin otağını qana boyarsan. Səhər gün çıxar çıxmaz Küfədən gedirik. Necə yəni gedirik? Elə eşitdiyini. Hara gedirik? Cəhənnəmə, qara gora. Həmdana gedirik. Mən Rübabla məsələmi həll eləməyincə heç yana gedən deyiləm. Getmə. Tək gedərəm. Matəmini saxlamaqdansa sağ qalmaq ümidinlə yaşamağım daha yaxşıdır. Əcəb işə düşdük də. Həmdana yetsək nə vaxt qaydacağıq? Nə vaxt Rübab səni öz başından çıxarıb tamam unutsa, onu da qaydarıq. Qulaq as bibi. Rübab bilsə ki, mən onun sevdasından vaz keçmişəm, özünü öldürəcək. Onda qanının cavabını sən verəcəksən. Sən ofsunlayıblar bədbəxt, heç olmasa bir yoxla biçarə. Bir ağ bir çək kimi söz verirəm ki, biz gedəndən sonra əgər Rübabın burnu belə qanlasa, mənə nə deyirsən de. Bibi, gəl bu fikrindən dön. Kim məni ofsunlayıb axı? Rübabın ata-anası mənim ölümümü istəyirlər. Həccac İbn Yusiflə oğlu da ki, Ələvilərin qanına təşnədilər. Bircə qalır anası ölmüş Rübab, o da bir gözü yaşlı, bir gözü qanlıdır. Bilirəm, bu dünyada olan qalan bir anam var, bir də divanə könlüm. Onda bəs hansı dəlillə məni ofsunlamalıdırlar? O dəlillə ki, sən kişisən və qadın tayfasını tanımırsan. Tezgə duluçuz sana baş çək və hesabını tamamla. Mən sabah Həmdana yola düşürəm. Ya sənlə, ya sənsiz. Qeyrətin qəbul eləyirsə, məni o Küfə xəzinədarının qızına sata bilərsən. Lap yaxşı gedirik, amma sabah yox. 2-3 gün möhlət istəyirəm. Neynəmək istəyirsən? Deyəsən, unutmusan ki, mən Həccac İbn Yusifə qarşı cihad eləyənlərdən əlbirəm. Gərək Ələvilərin gizləndiyi yerə baş çəkəm. Silahdaşlarıma xəbər verməliyəm. Onlar oğlunu da hesaba alıblar. Gərək onlara bildirim ki, Hacər bibi mənim üçün nə yuxu görüb. Onlardan xəbərsiz geçsəm, sabah dalımca min cür söhbət çıxardarlar. Sən Allah, heç olmasa buna razılıq ver. Yaxşı, 1-2 gün möhlət verirəm. Amma ağlına başqa fikir gəlməsin, yoxsa səni heç vaxt bağışlamaram. Kaş sözünün üstündən bir söz deyə biləydim, ya da ürəyini ələ ala biləydim. Ey Tanrım, özün bu haram eşqin alovunu söndür. باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین دلها را باور کن